Və bir digər izləyicimiz bildirir ki, Qurban Qurbanova bu da azdır, Nərimanı niyə Duranla əvəzlədi? Yəni, diqqət eləsək, onu sizmi, yenə deyirəm, biz azarkeş kimi seyr eləyirik, amma diqqətlə baxsaq görərdik ki, Duran yorulmuşdu. Meydança amili var burada, yağış yağır, ağırdır, yorğunluq hiss olunur. Yəni, fikirləşdik, Qurban Qurbanova mənlə fikirləşirəm ki, əlavə güc olaraq, oyundan qabaq da biz müzakirə edik, onu söhbət elədik ki, son oyunlara baxanda milli çempionatda da qolları sığallayır Nəriman. Oyununda bir artım hiss olunurdu, özünə güvən var idi. O futbolda da, yəni bu incirdə həqiqətən də mən də Nərimanın yerinə məhsum ki, istənilən... Mən çox gözəl qeyd elədik. Həqiqətən Duran üzərinə elə bir missiyanı götürmüşdü ki, onu 90 dəqiqə davam etdirməsi çox çətin idi. 3-cü fazada davamlı olaraq təzyiq və rəqib də Ajax kimi komandadır. Çox çətin idi. Bu maksimum 60 dəqiqə davam edə bilərdi. Səhv etmirəmsə 67 dəqiqə Qurban Qurbanov da yəqin ki, maksimum uzatmağa çalışırdı ki, Duran meydanda qalsın. Çünki o pressingi doğru edirdi, doğru yerdə topları alırdı. Nərimanı meydana buraxmaq bir növ həm də bir məcburiyyət idi. Çünki artıq Duran nə qədər davam edə bilər ki, bu adamın gücü tükənəbsə məcburən əvəzlənməlisən. Amma azarkeşlərimizin də iradları hardasa haqlıdır da. Düzdür, bir qədər sərt iradlar da var. Məsələn, Namiq Muradov bildirir ki, Nəriman getməlidir komandadan. Rahib Ağayev bildirir ki, həmişə deyir, siz Nərimana çox şans verməliyik, qınamayaq çox da, amma adam vallah oynamır. Belə tipdə şərhlər çoxdur, amma mən də razıyam ki, Nərimanın üzərinə çox getməyək. Amma digər aspektdən də Nəriman bu şanslarda dəyərləndirməlidir. Yəni, Çempionlar Liqası kimi bir nüfuzlu yarışdasan, Qurban Qurbanov kimi bir baş məşqçi, gəl razılaşaq ki, bugün heç Premier Liqada belə digər klubların baş məşqçiləri gənclərə şans vermir. Qurban Qurbanov sənə bu şəkildə böyük bir çapda nüfuzlu yarışda sənə şans verir. Və qol vurmalıdır, hücumçu qol vurmalıdır Nadir müəllim. Özünüz də hücumçu olmusunuz. Biz oyundan əvvəl də danışdıq ki, Duran işləmədə yaxşıdır, təzyiqdə yaxşıdır, amma bir hücumçu üçün önəmli olan qol vurmasıdır. Yəni, hücum fazasına çıxış etsən, razıyam, Nəriman heç hücumçu mövqeyində də deyil, wingerdir, Qurban Qurbanov məcburiyyətdən hücum mövqeyinə çəkib, ona qalası olsa Kamilo Duran da hücumçu deyil, wingerdir, amma hücum zonasında çıxış edirsənsə, biz azarkeş gözü ilə də baxmalıyıq da, peşəkar gözünü bir qədər kənara qoyaq. Azarkeş haqlı deyilmi o qolu tələb etməsində Nərimandan? Təbii ki, azarkeş həmişə haqlıdır, amma hücumçunun əsas problemlərindən biri nədir? Adı üzərindədir. Qol vura bilmirsənsə, artıq səni hücumçu kimi, yaxşı hücumçu kimi belə deyəm də saymırlar. Bu günləri çox təəssüf ki, bilmirəm də nədən də ola bilər. İndi futbolçu da oyuna alına da bilər, alınmaya da bilər. Bir neçə, belə deyəm də, oyuna daxil olan futbolçular oldu. Hansını qeyd edə bilərdik ki, oyuna daha yaxşı girdi. Amma yenə də mövzu bir tək Nərimanın üzərində gedir. Çox doğru. Yəni, Kaşuk, o da sıradan oyuna daxil oldu. O neynədi? O da bir şey elə bilmədi. Yəni, istənilən effekti vermədi, bəlkə qol ötürməsi verdi, cinah ötürməsi verdi, eləyə bilmədi. 5 futbolçu oyuna sonradan daxil olub. Dani Bold, Montiel, Toral Bayramov, Aleksey Kaşuk və Nəriman Axundzadə. Heç birini xüsusi olaraq qeyd edə bilmərik. Amma illah da biz Nərimanda qalırıq. Yəni, gözləntilər çoxdur, yoxsa... Sizmi, gözləntilər çox ola bilər. Həm də yenə deyirəm, bayaqla biz qeyd elədik, nəzərə almaq lazımdır ki, Nərimanın 21 yaşı var. Yaşına görə, Avropada bu yaş böyükdür. Biz öz reallığımızdan da danışmalıyıq. Mən açığı Nadir üzr istəyirəm, bu fikrimi bildirim. Mən o fikirləri yaxın buraxmıram. Məsələn, deyəndə ki, 20-21 yaşında futbolçu, gənc futbolçu, bəzən irad bildirirlər ki, İngiltərədə 21 yaşında futbolçu dünya çempionatında olur. Qardaş, o İngiltərədir də. Bura Azərbaycanda, biz Azərbaycan reallığından danışaq da. Yaxşı, 21 yaşında İngiltərədə oynayır dünya çempionatında, oyun Rooney sən deyə bilərsən. Amma Vardy kimi futbolçu da vardı ki, 30 yaşında parladı. Yəni, hər şeydə belə yanaşmaq doğru deyil. Bizim əlimizdə əgər seçim çox olsaydı, biz onu müzakirə eləyərdik.